بسم الله الرحمن الرحيم. أرأيت الذي يكذب بالدين فذلك الذي يدعو اليتيم ولا يحض على طعام المسكين فويل للمصلين الذين هم عن صلاتهم ساهون الذين هم يراءون ويمنعون الماعون بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. وبالفاتحة مع الصلوات. اللهم صل على محمد وعلى محمد. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وعلى محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا
وشفيع ذنوبنا أبي القاسم محمد اللهم صل على محمد وآل محمد عجل فرجهم ولعنة الله على أعدائهم أجمعين أما بعد Peygamber ve âl-i Peygamber'e salavat zikredin. Allahümme salli ala Muhammed ve âli Muhammed acil fercahum. Ve bildiğiniz gibi bu günlerin Ramazan ayının ikinci Kadir gecesidir. Biz her birimiz hakikaten bu Kadir gecesinin adından məlum olduğu kimi qədrini, qiymətini bilməliyik. Biz bilmirik sabah necə olacaq. Çünki bu gecələrdə hər bir insanın gələn il bugünkü günə qədər, Ramazan ayına qədər, Qədir gecələrinə qədər bütün müqəddəratı həll olunur. Ruzisi, xeyri, bərəkəti, səhəti bu məsələlər həll olunur. Başına gələcək qəzanın, qədərin necə olacağı həll olunur. Bilirsiniz, Həzrəti Əli İbn Əbu Talib əleyhissalam yani dünənki gündə bütün yaxınlar gəldilər Əmir əleyhissalamın yanına. Həzrət Əli əleyhissalam buyurdu ki, nə sualınız var verin. Amma bir haşiyə sıxaq, görürsən bir yerimiz ağrıyanda, müalicə olunanda, 2-3 gün müalicə olunur, həkim nəzarətindəyik, orucumuzu da tuta bilmirik, hətta namazımızı da qəza edirik ki, mənim vəziyyətim pisdir, durub ibadət edə bilmərəm falan. Amma ona baxmayaraq artıq Həzrət Əli əleyhissalam bilirdi ki, bir neçə saatdanmı və bir neçə gündənmi sonra bu dünyasını dəyişəcək. Buna baxmayaraq deyirdi ki, nə sualınız, nə bildikləriniz var deyil. Həzrət Əli əleyhissalam buyurdu ki, yaxınında olanlara, hətta övladı İmam Həsən, İmam Hüseyin əleyhissalam da yanındaydılar. Dedi, dünya mənim üçün 3 gün idi. Biri dünən o idi, dünən ki, mən xəlifə idim, imam idim, rəhbər idim, hökm verirdim. Bu ikinci gün, bugünkü gündür ki, mən ölüm yatağındayam, qazıyam və sabah da qəbirdə olaraq. Və elə o insanlar onun yanında olarkən, xüsusən də öz övladına vəsiyyət elədi ki, məni sizlər qüsul edərsiniz. Və babanız Peyğəmbərin mən qüsul edərkən o hənutdan biraz saxlamışam. Məni qüsul edəndən sonra o hənutdan mənim əzalarıma səpərsiniz, əzalarıma çəkərsiniz. Və bütün mələikələr mənim cənazə namazımda, mənim qüsul işlərində məşğul olarlar. Və buyurdu ki, və sonradan da bunu İmam Həsən, İmam Hüseyin əleyhissalam və bir çox insanlar ki, şahid idilər bu məsələyə, Əmir əleyhissalama qüsul verəndə cənazəni tərpət verdilər. Mələklər onu sağ, sol, qüsul eləmək üçün hərəkətə gətirir. Və Əli əleyhissalam buyurdu ki, elə ki,
məni qüsül elədiniz, həmis elədiniz, cənazə namazını qıldınız. Mənim cənazəmin qarşı tərəfi ilə işiniz yoxdur. Qarşı tərəfi özü gedər, arxa tərəfindən tutasın. Ki, elə bir yerdə gedib dayanar ki, orada bir qəbir qazarsınız. Və o qəbri qazarsınız, qarşınıza bir lövhə çıxar. O lövhəni götürüb oxuyarsınız. Görərsiniz ki, ora Nuh Peyğəmbərin öz dəstə xətti ilə yazılmış ki, bu Nuh Peyğəmbərdən tufandan 700 il öncə Adəm əleyhissalam qəbri olub və sonradan Nuh Peyğəmbəri orada dəfn ediblər və sonradan isə o qəbirdə məni dəfn edərsiniz. Elə ki, məni lənətə qəbrə qoydunuz, üstümü örtdünüz, taxta parçaları ilə. Tam örtəndən sonra bir dənə üstümdən bir dənə yerə atarsınız. Ya baş tərəfindən, ayaq tərəfindən və görərsiniz ki, mən orada yoxam. Çünki bütün peyğəmbərlərin danışınları həm cismən, həm ruhən öz peyğəmbərlərinin yanına götürürlərlər. Və mələklər aləmi mənim cənazəmdə iştirak edəyəndə məqsəd, mən əvvəl də dedim, bu gecənin qədrini bilmək lazımdır ki, bu gecədə elə mələklər onsuz da yer üzərinə nazil olur. Bilək ki, biz hər birimiz görmədiyimiz, hər birimiz intizarında olduğumuz mələklər gərəkdir ki, insanın qəlb gözü açıq olsun, onları görə bilsin. Qəlb gözü açıq olmalıdır ki, insan o mələkləri görə bilsin ki, bu günlərin bizlərlə bərabər burada nələr mələikələr var, nələr ruhlar var. Sadəcə olaraq biz bəlkə də onu görə bilmirik. Və onun üçün həqiqi iman lazımdır insanlar. İnsanın imanı o qədər dərin olmalıdır ki, o mələkləri görə bilsin. Çünki Allah Rəsuluna buyurur ki, ya Peyğəmbər, sən nə bilirsən Qədr gecəsi nədir? Qədr gecəsi xeyirlidir 1000 aydan. Ona görə xeyirlidir 1000 aydan ki, bütün mələklər Allahın izni ilə yerə inərlər. Bütün ruhlar Allahın izni ilə yerə inərlər. Biz bu günlərin necə ki bir qonağımız, bir dostumuz, bir yoldaşımız bizə qonaq gələndə onu necə hörmətlə, izzətlə, şirin dillə qarşılayırsa və yaxud yola salırsa, bu günlərin mələklər bizim qonağımızdır. Bu günü heç olmasa qeybət etməməliyik. Bu günü heç olmasa bir-birimizin haqqında böhtan, şərt deməməliyik. Bu günlərin şirin zaban olmalıyıq. Dilimiz o qədər şirin olmalıdır ki, o mələklər, o ruhlar bizdən inciyib getməsin. İnsan var ki, evində yatıbdır və yaxud çayxanada oturubdur və yaxud başqa işlərlə məşğuldur. Ondan işimiz yox. Amma bu günlərin biz hər birimiz evimizdən çıxmışıq. Bizim hər birimizin qədəmlərimizə bir savab yazılır ki, nə qədər ki yol gəlmişik, daha da nə qədər uzaqdan gələnlər varsa, yaxından gələnlərdən daha da çox yazılar. 5 metr gələnə 5 metrin savabı, 1 kilometr gələnə 1 kilometrin savabı yazılar. Söz yox, bütün savablar eynidir, amma bu adam əziyyət çəkir. Məsələn, şirin yuxusuna haram qatıbdır, ilinin bir gününün bir gecəsini oyaq qalır. Və oyaq qalmaqda məqsəd Qədr gecəsin biz həqiqətən də əvvəl də dedim, o mələklər ki, yer üzərinə enirlər, biz onları necə hörmətlə, izzətlə qarşılayaq. Çünki onlar bizim müqəddaratımızı həll edirlər. İnna nəhnu nuhyil mauta və nəktubu ma qəddamu və asarahum və kullə şeyin əhseynahu fi imamin mubin. Biz həqiqətən ölüləri dirildərik. Allah Təbarək və Teala buyurur,
Yasin surəsinin 12-ci ayəsində biz həqiqətən ölüləri dirildərik və onların hara nə qədəm qoyduqlarını yazıb Zəmanə imamının və yaxud Lövh-i Məhfuzda və yaxud Bərzəq aləmində saxlayarıq ki, onlar ki, başqa bir ayədə buyurur ki, yer lərzəyə gəldiyi bir zaman insanlar dəstə-dəstə qəbirlərindən çıxarlar və Allahın huzuruna məşərə gedərlər. Mizan, tərəzi burada qurular, insanların əməlləri ölçülər. Amma bu günlərin biz əməllərimizin ölçülməsi üçün bugünkü günümüzü biz həsr eləməliyik. Həzrəti Əmir əleyhissalama ki, baxaq görək, bu həyatında yaşadığı dövrdə haqla, ədalətlə hər bir vaxt hökmsüz. 25 ilə qədər gözlədi. 25 ilə qədər gözlədi. Olmazı zülmü, müsibəti gəldi onun başına, amma buna baxmayaraq o dözdü, səbr elədi. Əmisi oğludur, həm qaynatasıdır, dünyasını təzə dəyişmişdi, dərdinin üstünə bir də təzədən dərd gəldi. Yoldaşı, xanımlar xanımı olan Fatimə-i Zəhra, hansı ki Allah Rəsulü Fatimə-i Zəhra haqqında nə buyurub? Fatimə qədr gecəsi kimidir. Fatimə-i Zəhra qədr gecəsi kimidir. Halbuki Fatimə-i Zəhra babasından, yəni atasından bir neçə ay sonra şəhadətə çatdı. Amma yenə də Həzrət Əli əleyhissalam susdu. $25 ilə qədər gözlədi, axırda gəldi, imam oldu, xəlifə oldu, 4-cü xəlifə, 1-ci imam. Buna baxmayaraq, hər bir vaxt, hər bir zaman Allah Rəsulunun ona dediyi nəsihətləri, tövsiyələrə layiqincə əməl elədi. Bir dəfə də olsun belə özündən çıxmadı. Bir tarifi yadınıza salın, hamınız gözəl bilirsiniz. Həzrət Əli əleyhissalamın səbri ki, Xəndək savaşında Əmr ibn Əbdəvid kimi bir şəxs, bir pəhlivan, buna baxmayaraq onun üzünə ağız suyu atdı deyil, durdu, hərləndi, gəldi, təzədən onun başını kəsdi. Dedim, mən səni öz qəzəbimə görə, öz səbirsizliyimə görə deyil, Allaha xatir səni öldürürəm, səni cəhənnəmə vasil edirəm. Və elədi. Və bir çox yerlərdə deyir ki, əvvəllər də demişəm bunu, Mədinə əhli gəlin oxşayaq cavan nənəmi, qapı dalında qalan gülgünü qalan nənəmi. Deyir, xanım cələsədən qayıtdı evə, gördü babası əyləşib. Həzrət əleyhissalam gördü əyləşib. Deyir, qız uşağı şirin dilli ola, gəldi, otdu babasının müqabilində qarşısında. Dedi, baba, deyirlər sən qətəli pəhləvanlar öldürmüsən. Dedi, bəli qızım. Dedi, baba, deyirlər sən kiçik davan imişsən, babam Peyğəmbərin rəqs-i xabində yatıbsan. Dedi, bəli qızım. Dedi, baba, deyirlər sən Xeybərin qapısını bir əllə götürmüsən. Dedi, bəli qızım. Dedi, baba, deyirlər, sən Xəndəkdə Əmr ibn Əbdəvidi öldürmüsən. Dedi, bəli qızım. Dedi, baba, bəs beləydi sən nə üçün qoydun nənəm Zəhranı duyələr, öldürələr. Ey Mədinə əhli,
Xanım Zeynəb ağnalı eləyir. Ey Mədinə əhli, nənəm sizi bağışlasa da möhsün halal eləməz sizləri. Və bu günlərin hər birimiz Həzrət Əleyhisselamın şəhadətə satdığın xatırlamalıyıq, yad eləməliyik. Eşqündə çıxır canım, ey Kəbəli Allah'ın ya. Mehraba axır qanım, ey Kəbəli Allah'ın ya. Bilirsiniz, Həzrət Əleyhisselam namazda, mehrabın yanında ki, sübh namazını qılanda, özdə Ənbiya surəsini buyurdu. Ənbiya surəsi ki, bütün peyğəmbərlər hamısı oradaydılar. Həmən vaxt bütün peyğəmbərlər ruhlarla bərabər, mələklərlə bərabər oradaydılar. Ənbiya surəsini oxudu. Kəsmədi, arasını kəsmədi Ənbiya surəsini. Eşqündə çıxıyor canım ey Kəbəli Allah'ım. Mehraba yaxıyar canım Kəbəli Allah'ım. Qəlbim bir səni Qəlbim bilirsən eyrəm, doludur mehrab ilə. Bu qəlbi münafiqlər sındırdılar qahar ilə. Sirab elədi qatil, şəmşir ilə zahirlə. Yox yarəmdə dərmanım, ey Kəbəli Allah, ey Kəbəli Allah. Məyyən 25 il Hicre tahada qəmgin olduyum. Öldürdülər Zəhrani, mehnət ilə qərin olduyum. Dəfn oldu o torpaqda ya, mən qan eşini olduyum. Soldu gül reyhanım, ey Kəbəli Allah'ım. Dil rişasında vurdu tişeye, beser emir seleme. Bilmir beni alemde yatmayız, men atam perseyem. Men mehremeye selayem, dünya meleye namehrem. Çok tengidi meydanım ey Kəbəli Allah'ım. Keçən səfərdə dedik ki, Həzrəti Əleyhisselam dedi, and olsun Kəbənin Rəbbinə, and olsun Kəbənin Allah'ına, kurtuldum, nicat tapdım, dinzəldim. Billah Həsən Zal, bu gece ahır ömrümdür, pervane tək. Yan bu gece ahır ömrümdür, mən dinə qurbanəm, mən dinə qurbanəm. Ulaq asgör nə deyir? Mən dinə qurbanəm, nənənin Zəhraya mehmanəm. Allah seni sesle ey varestaya, ondan Ebu Fazlı getir başımın üstə. Evvel bir Hüseyin'i sesle ey yara varestə, ondan Ebu Fazlı getir başımın üstə. Ta kitabı tapşırın muhasra, zikrele Kur'an bu gece ahiretidir. Nefsine kurbanım, nefsine kurbanım, nenemiz Zehra'ya mehmanım. Ya Zehra'ya, ya Zehra, ben 25 yıl seçmişim de
Zindanidir bu dünya, mənə Fatimə canı. Zindanidir mənə dünya, Fatimə canı. Kurtuldu hesab bu gecə ahir ömrümdür. Nəzdinə qurbanə, nəzdinə qurbanə, Zehra'ya mehmanə. Yoktur vefası, hiç tersi fanidir yani. Kalmaz sefası, daimen hep Gülistanı. Ey nur edise, ey nur edise, dağıt seni dağ yetimani. Allah yetimani bu gece ahir ömründür. Məndən dolandırdığınızı bir dəfə ümmət Allah'dan istədir ta ola rəhmət. Sən də ana Zəhra kimi qəbrimi gizlə. Sən də ana Zəhra kimi qəbrimi gizlə. Qəlbim olub qal, bu gecə ahir ömrümdür. Bilirsiniz ki, elə ki, Həzrəti Əli Aleyhisselamın cənazəsinin tabutunun arxa tərəfindən yapışdılar. Qarşı tərəf özü gedirdi, o dediyi kimi şərafətli səfiyyə ki yetişdi. Orada bir qəbri qazdılar, lövhəni də gördülər, oxudular və Əmir Aleyhisselamı dəfn elədilər. Gizli qaldı neçə illər. 6-cı imamımız İmam Cəfər Sadiq Aleyhisselamın dövrünə qədər, amma imam bilirdi. Harun Ər-Rəşid ki ova getmişdi, orada gördü bütün şikar elədikləri ahular, ceyran cüyürlər, hamısı sığınırlar o səfiyə. Dedi, burada nəysə ki sirri var ki, bunlar hər birisi ora pənah aparırlar, nicat aparırlar. Və bunun sırrını öyrənmək üçün o kəsdə yaşayan, o qəsəbədə yaşayan bir ağsaqqal, bir qoca bir kişi var idi ki, çağırtdı və dedi, bu təfədən nə şərafət var? Dedi, atam atasından eşidib ki, burada İslamın birinci imamı Həzrəti Əli ibn Əbu Talib Aleyhisselamı dəfn ediblər. O vaxta qədər bu cür imamın, bu cür Peyğəmbər qızı Fatimə-i Zəhranın qəbirləri gizlində qalıbdır. Səbbam səzə qatan, qanə rəhbərəm salam olsun. Səzzazədə qatan qanə rəhbərəm salam olsun. Can verən qəribanə Heydərə salam olsun. Çəkdi Kəbə molidi müntəhayı əmalə Həbbazə o isarəyə mərhəqa o əzalalə Kurtulmaq oluyor Mövlas Cəbrail edib nalə Səs gəlir o məhbub davara səlam olsun Yıxılın yox razın yaz üstəyə Əli namaz üstə qoyandı qanə Yox ürəklər tabi tutub qan mehrabi Aşıqlər ərbabi qoyandı qanə Ya Əliyə Ya Əli Əli zəmmövla Başa dəydi şəmşir sınıb Hükne tekbir dedi ruhul emin Allahu Ekber Gel silgət saldı gözüne kan doldu
Hamdane Küfe'ye, negahne Küfe'ye, yetimane Küfe, geyipler kara, Hüseyin Allah, Allah, sine dağlar Allah, Eza saklar Zeynep yaralı yaralı ya aleyh, ya aleyh, ya aleyh. Ali kimdir? Ali Şah-ı Mükerrem. Ali kimdir? Ali Hak-ı Müsellem. Ali mefhum-i hilqet-i ruh-i Adem. Ali Tâd-ı-Sâr-ı İbn Meryem. Ali rukn-i sütun-i Erş-i Azam. Gözüm sıksın, Ali'den vurmasam den, dilim yansın, adın zikri eylemesem kar. Bize Allah ona hatır verdi de, edip geldin ona hatır verirken, o nabustu alemi fəqədindən, təz əzmer ki Resulullah'a hatır. Bəli, Həzrət Aleyhisselam son peyğəmbərimizin, bizim İslam peyğəmbərimizin, Zicər Güşe-i Fatıma-i Zəhranın babasının kardeşidir Həzrət Aleyhisselam. Hem əmsi oğlu, hem kardeşi, hem kürəkəni, hem sirdaşı, hem bütün savaşlarda onunla sinsinə, bütün hərblərdə, bütün muharebelerde İslam'ın bayrağını berqarar edən ucaldan Həzrət Ali ibn Əbu Talib Aleyhisselam. Ama biz bu günləri Həzrət Aleyhisselamın haqqında şücaətimiz yoxdur, savadımız o cürünə yoxdur ki, dərindən danışaq o cürünə bilmirik. Amma Allah and verək öz izzəti cəlalına xatir, bu günlərin biz aciz qullar ki, Həzrət Aleyhisselamı bu gecədə yad elədik, xatırladıq. Qiyamətin günündə bizləri Aleyhisselamdan bərabər məşhur eləsin inşallah. Amin. Birinci bir neçə dəqiqə sonra biz Allah'a and verərik son peyğəmbərə. Biz Allah'a and verərik imamlara, Həzrət Əliyə, Fatıma-i Zəhraya, İmam Həsən, İmam Hüseyin Aleyhisselama, bütün imamlara and verərik. Bu gecədir ki, biz Allah'a elə şəxslərə and verərik ki, Allah Teala dünyanı, fəqri kainatı o şəxslərə xatır yaradıbdır. Allah Təbarək və Teala bütün ibadət və itaətlərinizi qəbul dərəcə yetirsin. Amin. Bəndələri Allah Teala günahlarınızı bağışlasın inşallah. Amin. Allah Teala yerin göyün bəlalarından, naqabil hadisələrindən amanda eləsin bizləri. Amin. Allah Təbarək və Teala bu gecəyə qasir inşallah. İmam Zaman Allah inşallah ümidvaram ki bizden de razı kalar. Allah Teala İmam Zaman ağamızın zuhurunu təəddül eləsin inşallah. Allah Teala İslamımızın bayrağını, övlətimizin, Azərbaycanın bayrağını bütün dünyada bərqərar eyləsin inşallah. Allah Teala bizleri, ümmetimizi, cemaatimizi, xalqımızı inşallah xətalardan, qaralardan amanda eyləsin. Allah bu əmin əmansılığımızı əlimizdən almasın inşallah. Allah düşmənlərimizi qarşımızda qarizəli eyləsin inşallah. Allah hər birinizdən razı olsun. Allah Teala amin deyən dilləri lal eləməsin inşallah. Allah qəbrimizin əvvəl gecəsində qəbir sıxıntısından bizləri amanda eyləsin inşallah. Allah Teala bizi dünyadan kötəndə la ilahe illallah, Muhammedan Resulullah, Əmirəl Müminine Əliyyən Vəliyullah kəlməsindən, Kur'an kəlməsindən ayrı salmasın inşallah. Allah bizləri Kövsər Hovuzunun kənarında anamız Fatıma-i Zəhra, anamız Hədicə-i Kübra ilə, Asya anamızla, Məryəm anamızla məşhur eləsin inşallah. Bacılarımızı, qardaşlarımızı, ümmət-i Muhammedi inşallah. Allah Təbarək və Teala heç bir bazıya qardaşları göstərməsin. Allah Təbarək və Teala bütün nə qədər ki dünyasını dəyişənlərimiz var, əleyh rəhmət eləsin.